xalqının uzun bir tarixinə baxmayaraq və bu uzun tarix içində əgər yalnızca İran siyasi coğrafiyasını nəzərdə alırsaq, bu siyasi coğrafiyada güclü, adlım və çox tanınmış dövlətlərin qurmasına baxmayaraq, bu xalq ən üstün rolu bu tarixdə siyasi cəhətdən oynamağına baxmayaraq, bugün Türk xalqı tarixi pozisyonunu ən azı İranın siyasi coğrafiyasında itirmiş bir durumdadır. Uzun tarix bu xalqın siyasi pozisyonu və geniş imperatorların quruculuğuna imza atan bir xalq bugün İran siyasi coğrafiyasında yox olmuş bir durumdadır. Bundan üzücü bir faktor bir xalqa ola bilməz. Birinci dəfə olaraq 21 Azər 1324-də, 1945-də Azərbaycanda bir hakimiyyət qurulur. Azərbaycan Demokrat Firqəsi və Pişəvərinin liderliyində. Bu dövlətin keçən tariximizdə qurulan dövlətlərlə qiyasda kiçik də olursa, amma bu xalqımızın yenilmiş qürurunu yenə də geri almışdır. Varlığımızı təsbit etmişdir. Azərbaycan Milli Hökuməti Türk xalqının yenədən dövlət qurma istedadına sahib olmasını göstərmişdir. Biz edib, değişib, yapa bilərik deyə bizim qürurumuzu geri almışdır. Bu, Azərbaycanda bərpa olan Azərbaycan Milli Hökumətinin bizim xalqımıza və Azərbaycana verdiyi əsas töhvədir. Biz varıq, yenə də iradə edirsək, dövlət qurma imkanımız vardır. Və Milli Hökumətin quruluşuyla bu iradəni sübut etmişik. Bu, 21 Azər 1324-cü ildə qurulan Milli Hökumətin bizə verdiyi əsas mesajdır. Bu mesaja onur duymalıyıq, unutmamalıyıq və güclü bir siyasi pozisyon almağımız üçün o tarixə söykənməliyik. Və Milli Hökumətin bərpasında çəkilən zəhmətlərə, verilən əməklərə və fəda olan canlara səlamımızı və sevgimizi sunmalıyıq. Baxmayaraq ki, 21 Azərdə qurulan Milli Hökumətin həyatının davam etməsində də uğursuz qaldıq. Amma o quruluş, o Milli Hökumətin mesajını bugün ürəyimizdə anıb, xalqımızın siyasi sahədə yenədən güclü bir pozisyon qazanmasına və Azərbaycanda yenidən bir dövlətin bərpasını onurla anmalıyıq. Həqiqətən bugün Türk xalqı və Azərbaycan İranda siyasi gedişatın gəlişməsinə, modernləşməsinə, gələcəkdə bir modern və demokratik dövlətin quruculuğuna imza atmasına inanmalıyıq. Bir tərəfdən Azərbaycana bir demokratik hakimiyyətin quruluşunda və bir başqa tərəfdən İranın siyasi sahəsində demokratik bir gəlişmənin irəliləməsində ciddi bir rol oynamağına düşünüb və inanmalıyıq. Çün 21 Azər 1324-cü ildə qurulan dövlət də dəqiqən bu hədəf və məqsədlər üçün çalışmışdır. Ədalət üçün, bərabərlik üçün və demokratik bir dövlətin quruluşu üçün bərpa olmuşdur. Elə buna görə də 21 Azər 1324-ü hər zaman ürəyimizdə yaşatmalıyıq və 21 Azərin hədəflərinə çatmadan durmamalıyıq. 21 Azər və Milli Hökumətin quruluşu hər kəsə qutlu olsun.